Belə, Əfran, başlayaq. 2-1 hesabı ilə uduzduq. Detallı danışacağıq. Amma mən ümumi mənzərə budur ki, gözlədiyimdən daha yaxşısını gördüm artıq. Məsələn, o maç öncəsi verilişdə demişdim və biz Fransaya qarşı müdafiə olunduq, amma biz əks hücuma çıxa bilmirik. Amma burada biz gördük ki, komandamız əks hücuma da çıxdı. Hətta biz ikinci qolu buraxandan sonra, ondan sonra oyun bizim dikləmiz. Biz artıq rəqibi sıxırdıq, bütün komanda mövqe hücumları qururduq. Yəni, yavaş-yavaş Ayxan Abbasov müdafiəni oturtdurandan sonra artıq yaradıcılığı da yavaş-yavaş komandaya aşılamağa başlayır. Şəxsən mənim qənaətim budur ki, əlbəttə, məğlubiyyətə görə üzgünük. Hətta haradasa bəzi epizodda bəxtimiz gətirsə, bir xal da oyundan ayrıla bilərdik. Ümumi mənzərəm mənim üçün budur ki, bu oyuna görə, bu milli komandaya görə mən utanmaram. Yox. Utanmadıq, yəni həqiqətən utanmadıq. Uşaqlar sağ olsunlar, yəni meydanda can qoydular, oynadılar. Yəni Ukraynada, yəni açıq danışaq. Ukraynanın futbolçuları, PSG-nin uşaq komandasında Azərbaycanlı yoxdur. PSG-nin əsas komandasında oyuncuları var. Malinovskinin səviyyəsini gördük də, yəni adam illərdir İtaliyada oynayır. Sənin belə ilkin təəssüratın nədir onun barədə? Əlbəttə, düzdür. Mən inanmıram ki, nəinki biz ümumiyyətlə Azərbaycan xalqı həqiqətən sevindirici ki, belə bir oyun gördük. Axı son zamanlarda millidə belə bir oyun görmürdük. Yəni o istəyi, o əzmi gördük. Oyundan əvvəl də danışırdıq. Yanda deyirdik ki, o momentlərə çıxacaqlar, şanslar olacaq, amma şanslardan istifadə etmək lazımdır. Amma o şanslardan istifadə etmirəm. Bir o çatışmamazlıq var. Amma şükür olsun ki, o əzmi, o istəyi, o hücuma çıxmağı yavaş-yavaş təkmilləşdiririk və inşallah inanıb getdikcə bunun üstündə işləyə-işləyə ən yaxşı formamıza gəlib çıxacaq. Həmişə deyirdik ki, oynamırlar, qaçmırlar, istəmirlər, amma tamam başqa cür söhbət edirik. Qələbədən istəyirik, başqa cür daha əlavə şeylər istəyirik. Çünki bu Qarabağ necədir məsələn, hər istədən, hər oyundan oyunu deyir, daha yaxşı olsun, daha yaxşı olsun. Amma baxırıq ki, Qarabağ hökmləri odur. İndi Azərbaycan inşallah bir yaxşı yerlərdən birinə gəlib çıxacaq və bu oyundan göstərir ki, bu oyun bizə göstərəcək həqiqətən nəticələrimiz getdikcə daha yaxşı olacaq.